Gedirik indi qaynanamla birlikdə döşək tikmək lazımdır. 2 nəfərlik döşək. Bu da bizim yunumuz. Gedin parça götürün və başlayaq döşək tikməyə. Və heç bir saniyə üstündən keçmədi və sizə yeni bir döşəyimizi göstəririk. Artıq tikmişik. Hardasa 1 saat vaxt çəkdim. Bəlkə də biraz çox belə. Nəticədə belə gözəl bir döşək alındı. Bugün yumuşaq yatacağıq. Çox qəşəng parçadır. Mən bunu çox bəyəndim. Hətta düşünürəm ki, evə gedəndə bütün döşəkləri dəyişəcəm. Üstünə heç çuxol da lazım deyil. Bir dənə bu özü çox qəşəng görsənir. Çox qəşəng parçadır. Və bizim yeni bakrovalımız hansı ki sədrəkdə almışdıq. Sizə demişdim ki, göstərəcəm. Necə bizim kravatda görsənir. Görün necə də gözəldir. Həm divarlara, həm kravata çox qəşəng yaraşdı. Uzunluğu da qəşəngdir. Mən elə bilirdim ki, bu heç sallanmayacaq. Amma biraz da olsa belə sallanır. Çox qəşəng bakrovaldır. Çox bəyəndim. Uşaqlar minanın üstünə dırmaşmışdılar və corabı gedib yumaq lazımdır və tapiçka pis günə düşdü. Burada hər addım başı mina var. Cirançıq burada oturub özü üçün oynayır. Mən isə gedim tapiçkanı və corabı yuyum. Çox gözəl hava var bugün. Kəndin səsinə baxın. Quşlar, su axır. Quşlar mahnı oxuyur. Sakitçilik. Mən isə indi göyərti təmizləyəcəm. Qutab hazırlayacağıq biz. Qaynanam göyərtiləri yığdı. Burada hamısı soğandı. Bu əlbəttə ki, hamısı getməyəcək qutaba. Yarısını təmizləyib qırağa qoyacağıq. Yemək hazırlayanda hazır soğanımız olsun. Burada isə cürbəcür göyərti var. Bilmirəm hansılardandır.
Nə istəyirsiniz var da burada. Kəndin hər göyərtisi yeməlidir. Nəysə bunu təmizləyim və sonra qutab hazırlayaq. Bunu təmizləyim, yuyum və xırda-xırda doğrayım. Demir burada çəkdir. Üzün. Kənddə ən dadlı yemək qızarmış kartoşka, həyətdən yığılmış soğan, öz əlləri ilə hazırlamış pendir və çörək, ev çörəyi. Bizə nuş olsun. Qaynanam sağ olsun, yasa getmişdi və mənim üçün belə halva gətirdi, Gürcüstan halvası. O bilir də, onun gəlini halvanı çox xoşlayır və hər dəfə yasa gedəndə mütləq oradan əli boş qayıtmır. Mütləq mənim üçün oradan halva gətirir. Sağ olsun. Hətta 2 dənə gətirdim. Mən də indi qəşəng çay dəmlədim. İndi gedim özümə çay süzüm və bu dadlı halvanı çayla içim. Gəlin sizə bizim aqarodumuzu göstərək. Necə də qəşəng, səliqəli, hər şey əkiblər, səpiblər. Gəlin sizə göstərim. Bağımız böyükdür. Neçə sotdur bilmirəm. Amma çox böyükdür. Elə burada dayanacağım. Çünki sağ tərəfə gedə bilməyəcəm. Orada hər yer otluqdur. Birdən ilan zad olar. Çünki dünən Leyli çöldə gəzəndə evin arxasında ilan gördüm və ona görə mən də qorxuram o tərəfə getməyə. Elə buradan göstərim sizə. Qarğıdalıdır. Sonra burada isə alma ağacıdır. Hansında ki üstündə çoxlu xırda almalar var. Hələ ki yetişməyib. Yəqin ki biz bu almaları heç görməyəcəyik. Çünki bunlar biraz gec yetişir, avqust ayında. Belə. Görün nə qədər qarğıdalı var. Üstündə də var, amma məncə hələ ki bunlar yetişməyib. Və qarğıdalıdan sonra lobya başlayır. Bunlar hamısı lobyadır. Bura biraz hündürdür. Səliqəli getmək lazımdır, yoxsa ki yıxılacam. Çox sürüşkəndir bura. Belə bir lobyalardır. Hələ ki balacadılar. Həmişə lobyalar buraya qədər qalxırlar. Üstündə hələ yoxdur. Çiçəklər var, amma lobyalar hələ ki yoxdur. Axtarsam bəlkə 1-2 dənə tapa bilərəm. Bilmirəm bunların vaxtı nə vaxtdır. Düzdür, bazarda artıq satırlar. Amma əslində görürsünüz də hələ ki lobya heç yetişməyib. Bəlkə bura dağlıq yerdir. Soyuqdur, sərindir bura. Bəlkə ona görə biraz gec yetişir. Amma tapdım. Baxın. Çıqılı lap xırda. Bəbədir hələ. Hələ ki heç yetişməyib. Görək nə vaxt yetişəcək bu. Heç bilmirəm biz bunları görəcəyik yoxsa yox.
və uzun belə rəd gedir. Çox səliqəli, qəşəng əkirlər. Elə bir ki, xatkəşlə əkib səpirlər buranı. Və axıra kimi gəlib çıxanda burada fındıq ağaclar gedir. Belə uzun boyu, belə hasarın qırağından ancaq fındıq ağaclarıdır. Üstündə də çoxlu fındıqlar var, amma onlar da hələ ki yetişməyib. Görürsünüz, hələ yetişməyib, hələ süddüdülər də belə, balacadılar. Çoxlu burada gicotkan var. O tərəfə getsəm, ayaqlarım bütün yara olacaq. Qonşular da orada nəsə iş görürlər. Ot biçirlər deyəsə. Elə bizimkilər də ot biçirlər yuxarıda. Bu da lobya. Deməli, lobya 7 ya da ki 8 belə rəd əkiblər. 1, 2, 3, 4, 5, 6, 7 rəd lobya əkiblər. Çoxsu özümüz yeyirik, bəzi vaxtları satırıq lobyanı. Gəlirlər düz qapıdan, gürcülər aparırlar lobyanı. Mənim qaynanamın lobyaları çox gözəl, dadlıdır, qəşəng sortdur. Nəinki lobya, hər bir şey, xiyarı da, pomidoru da, hər bir şey çox qəşəng sort əkir o. Və onun əlindən bacarır da, o nə əkirsə hər şey yetişir. Əli yüngüldür. Görün nə qəşəng rəddir, düz belə gedir. Elə bir xatkəşlə eləyiblər, ya da iplə belə tutublar, əkiblər, amma yox. Nə xatkeş, nə də ki ip. Belə. Burada isə oca xiyar başlayır. Xiyar nədənsə bu il az səpiblər, həmişə çox eləyirdilər. Amma bu il nəsə az səpiblər. Bəlkə də keçən il xiyarı əkəndə gördülər ki, çoxdur, ona görə bu il azaldıblar. Görək, üstündə bircə dənə heç olmasa xiyar tapacağam, yoxsa tapmayacağam. Çiçəklər çoxdur, amma xiyar hələ ki üstündə görsənmir. Xiyarın yarpaqları adamın dərisinə toxunanda belə qəribə oluram onda. Ona görə buradan keçəndə mütləq uzun qol geyinmək lazımdır ki, dəriyə dəyməsin. Paltara dəysin yarpaqlar, amma dəriyə yox. Belə. Bu xiyardır. Bu qədər. Üstündə bircə dənə də olsun xiyar tapmadım. Yoxdur. Amma Elnur sulayanda dedi ki, bir dənə xiyar var orada. Bəlkə də özü dərdi yedi. Mən çünki görmədim. Sonra buradan keçirik o biri tərəfə. Bura biraz bal çıxdı, çünki dünən sulayanda şlanq açılmışdı. Buralar hər yeri su oldu. Burada isə pomidor başlayır. Pomidor da bu il biraz azaltmışdı qaynanam. 3 belə rəd düzəltdi. Pomidor da hələ ki yoxdur, ancaq çiçəklərdir. Pomidorlar hələ balacadır, onlar hələ uzanacaqlar, gəlib buraya qədər. Boyu hündür olacaq bunların, hələ ki çıxılıdırlar. Belə. Çox istəyərdim ki, bizim də həyətimiz belə olsun, amma həyət belə olmaq üçün gərək torpağı sevəsən də, torpaqla oynayasan. Hər dəfə gəlib düzəldəsən. Məndə də alınmır. Mən yalnız yarımca saat torpaq sevirəm. Ondan sonra bezirəm. Evə qaçıram. Mən xoşlayıram hər şey hazır olanda da. Hər şey hazır olsun, gəlin baxım. Suluyaram. Yarpaqları əzizləyərəm. Amma onları əkməkdir, sonra dərman tökməkdir. Heç bu işləri sevmirəm. Həm də bizdə Bakıda tərəvəzlər ucuzdur deyə, ona görə heç dəymir də. Suya çox pul ödəyirik, nəinki tərəvəzə. Və burada isə bizdə soğan başlayır. Yaşıl soğan buradan düz o sarı xətə qədər görürsünüz. Sarı xətdən sonra başlayır, kartoşka başlayır. Burada hamısı soğandır.
Belə. Hər dəfə gəlirik, yemək yeyəndə, günortadır, axşamdır. Biraz dəririk soğanı, təmizləyib və sürəyə qoyuruq. Qəşəngdir, şirindir. Yumuşaq və şirin soğandır. Bu da pomidordur. Pomidor rədi gedir və orada da pomidor rədi. Buradan keçək. Keçdim və buradan da keçək. Burada isə badımcan başlayır. Badımcan azdır. Yox, belə bir rəd gedir badımcan, bir rəd də balqar biber gedir. Balqar biber, sonra acı biber. Badımcan da hələ çıxılıdır. Belə. Və burada da soğanlardır. Hələ sizə soğan göstərim. Görün nə boydadır soğan. Buna baxın, necə qalındır. Düzdür, bunu oje qaynanam deyir ki, yeməyin. Bu bərkdir də, amma elə də bərk deyil də, yumuşaqdır. Biz yoldaşımla gəlib dərmişdik, yedik. Çox qəşəng yumuşaqdır, həm də şirindir. Bu oje baş soğandır. Bu baş soğandır. Amma o birisilər xırda soğanlar. İçində xırda başlardır. Bu da kek otu. Buna baxın. Uf, nə qəşəng isi var. Bu da bizim xurma ağacımızdır. Bu nə ağacdır bilmirəm, belə vişnədir. Vişnəyə oxşayır elə bil. Yarpaqları vişnəyə oxşayır. Burada da bizim göyərtilər, keşnişdir, şüyüddür, petroşkadır və çiyələklər. Görün nə qədər çiyələyimiz var. Çiyələk maşallah bu il doludur. Hər gün gəlirik, burada bir kruşka çiyələk yığırıq. Toyuq da deyir ki, yumurta hazırdır, gelin götürün. Buna baxın, necə də gözəldir, iridir. Gedin bir dənə qab gətireyim və yığım. Düzdür, səhər tezdən artıq yığmışdım. Uşaqlar yedi. İndi yenə gəlim yığım, çünki xarab olur, hayıfdır. Deyə xarab oldu oje bu. Buna baxın. Görün nə boydadır. Yox, belə olmaz. Gedim qab gətireyim. Bu da oje xarab olur, hayıf. Və bizim gözəl mənzərə. Çox gözəldir buralar. Sakitçilik, təmiz hava, gözəl mənzərə, təmiz bulaq suyu. Və çoxlu çiyələklər.